Balalar, bugün biz sizinle birinci sınıf olarak Zəfər Bayramını qeyd edirik. Biz bu hafta sizinle danışmışıq. Bir təlim məlumatımız var ki, bu bayram bizim için ne kadar önemlidir, ne kadar əzizdir. Uşaqlar, bu bayram xalqımızın Zəfər bayramıdır. 44 günlük müharibə zamanı ordumuz yağlı düşman üzerinde qələbə çalıb və işğal altında olan torpaqlarımızı geri qaytardı. Düşman düzenler şimşekler sıçradı. Altın hak savaşı koydu onlar. Məğrur dalğalanan, bayrağına canım qurban, Azərbaycan. Zəfər bizimdir, bizim. Dərdimiz gönül dağlar, yollar biz aparır. Gedirik Qarabağa, yeni tarih sözüdür. Qəhrəman aslarında, yerlər sözünür, tarih sözlərində. Tarih yazdı gittiler, hamı şəhərliydi. 44 günlük müharibə əsanı tarixiydi. Güzel zəfər yaşatdı, igid oğullarını, hər birini alır, minnətlər tanır. Azərbaycan, ruhuma can, cismim üçün vətən olan, torpağına canım qurban Azərbaycan. Ey anam, vətənim, ey doğma Qarabağ. Sənin hörmət düşmənin, mənsum başın əyədə düşmənlər Qarabağın dağın qala bilməzdir. Qarabağın qəfəsindən içildi, uyanacaq, yüreğini açıldı. Qarabağın sözlərini saçıldı, sən indi azadsan, azadsan, vətən. Qələbə bizimlədir, İlhamımla ver əl-ələ hür yaşa, rahat yatsın məzarlarda soyumuz, qoşalaşan ay hilallı ordumuz, yaşa xalqım, yaşa milli ordumuz, İlhamımla ver əl-ələ min yaşa, rahat yatsın məzarlarda soyumuz, qoşalaşan ay hilallı ordumuz, yaşa xalqım, yaşa milli ordumuz, yaşa xalqım, yaşa milli ordumuz. Neden yakında bekliyorum? Bilmem ki ben bu ülke gözlerden ağlatmak ister. Düştüm ben çizmeye bakma. İlhamımla ver el-ələ min yaşa, torpaqları qanımızla sulardık, şəhidlərin düşmənlərdən bac aldık. Bu sözlərim əbədi bir şuarıdır, Turan adlı məmləkətə yolumuz.
Səhər xəbər gəldi. Noyabrın 8-i. Xalqımız çox sevindi, ey yaşa Azərbaycan. Sama aydın bulutsuz dağlar yaktı. Qanla mənim qurban sabran qaçdı geri. Soyumuz koşalaşan ilanlı ordumuz yaşa kaldı. Vətənin qar günündə halk birlik təşkil oldu. Anadolu torpaqlar birlik qələmə saldı.